övlada mükəmməl valideyn lazım deyil. Övlada bir-birini sevən, xoşbəxt valideynlər lazımdır. Çünki övlad baxaraq öyrənir. Dinləyərək, görərək öyrənmir. O baxır, həmin münasibəti özünə götürür. Əgər siz necə anasızsa, necə yoldaşsızsa, qızınız da böyüyəndə o cürə yoldaş olacaq. Yoldaşınız da nə cürə sizə davranırsa, gələndə bir öpücük, gedəndə bir öpücük, xoş sözlər necə deyirsə, oğlunuz da o evdə heç deməyə gərək yoxdur. O cür belə deyə həyat yoldaşı kimi yetişəcək. Ona görə siz xoşbəxt olun, siz bir-birinizi sevin. Kiçik bir sarılmalar, kiçik bir qucaq uşağa daha çox gözəl nəticələr verəcək. Nəinki onu hər yanınızla gətirməyə, sonra da gəldin ki, səfərim burnumdan gəldi, uşaqlar heç imkan vermədi rahat gəzim. Ona görə həftədə bir gün mütləq cütlük günü elan eləyirsiniz. O bir kafeyə gedişmi, bir kinoya gedişmi və yaxud da gedib parkı belə deyə bir 5 dəfə kruq eləyib gəlmənizmi bir-birinizə ayırdığınız vaxtdır. Və gün ərzində mütləq və mütləq 15 dəqiqə heç olmasa söhbət lazımdır. Sadəcə söhbət.